Salam dostlar, hər vaxtınız xeyir. Bugün həqiqi ədədlər bölməsinin 4-cü hissəsi olan ədədi orta həqiqi ədədlərin müqayisəsi mövzusunun test izahına baxacağıq. Yenə hər bir sualı 34 sualdır. İncəliyinə qədər izah etməyə çalışacağım ki, ədədi orta mövzusunu və müqayisə mövzusunu geniş şəkildə başa düşə biləsiniz. İndidən hər birinizə xoş izləmələr və xoş dinləmələr. Kiçik bir xahişim olacaq. Kanalıma abunə olmağı, videonu paylaşmağı, dostlarınızla bölüşməyi unutmayın. Sizə xeyir olduğu kimi ətrafınıza da xeyir olar inşallah. Başlayaq birinci sualın izahından. İki ədədin ədədi ortası 12,1-dir. Bu ədədlərdən biri 12,1 olarsa o bir ədəd tapın. O bir ədədi x deyirəm. Biri isə 12,1-dir. Ədədi orta toplayıb sayına bölməkdir. Və ədədi orta yenə də 12,1-dir. Çarpaz formada vururam. X toplansın 12,1 bərabərdir 24,2. X də bərabər 24,2-dən 12,1 çıxanda 12,1 qalır. Yəni B variantı. İkinci sual. X sıfırdan kiçikdir. Yəni burada x mənfi ədəddir. Normalda əgər x müsbət ədəd olsa, biz bilirik ki, surətləri bərabər olan kəsirləri müqayisə eləyəndə məxrəci böyük olan kəsir kiçik, kiçik olan kəsir böyükdür. İndi sizə o formanın müqayisəsini yazacağım. Tutaq ki, x lap müsbət verib. X lap müsbətdir. Müsbətdirsə, deməli, burada A böyük olacaq B-dən, B də böyük olacaq C-dən. Amma x mənfi olduğuna görə bunun tam tərsi olacaq. A kiçikdir B-dən, kiçikdir C-dən. Niyə? Çünki müqayisənin bir dənə prinsipi var, uşaqlar. Bura mənfi ədədlərdir, bura müsbət ədədlərdir. Yadınızda saxlayın. Sol tərəfdə yerləşən ədədlər sağ tərəfdə yerləşən ədədlərdən hər zaman kiçikdir. Yəni sol tərəf hər zaman kiçikdir sağ tərəfdən. Baxın, mənfilərin solda düzülüşünə baxsaq, görərik ki, mənfi 2 mənfi 1-dən kiçikdir. Amma biz normalda 2-ni 1-dən böyük bilirik. Yəni bu o deməkdir ki, işarə əksinə dəyişəndə artıq sıfırdan kiçik ədədlərin müqayisəsinə baxanda bizim üçün müsbət ədəddə böyük görsənən ədəd mənfi ədədlərdə kiçik sayılır. Məhz buna görə əslində 14 15-dən nədir? Kiçikdir. X müsbət olanda kəsr olaraq 14-də x kəsiri 15-də x kəsirindən böyük olur. Lakin işarə əksini dəyişdiyinə görə tərsi olacaq, kiçik olacaq. Yəni A kiçikdir, B kiçikdir, C, B variantı. Eyni şey bura üçün də keçərlidir. X kiçikdir 0-dan, yəni x mənfi ədəddir burada. Əslində müsbətin götürsəm A böyükdür B, böyükdür C olmalı. Amma tam tərsi A kiçikdir B, kiçikdir C olacaq. Yəni A variantı. Ədədlərdən hansılarının ədədi ortası 10-dur? Dediyim kimi, ədədi ortanı tapanda toplayıb sayına bölürük. Deməli, gəlin birinci A variantını yoxlayaq. 4-cü sual. 12,7 toplansın 17,3 toplansın 3,1. Baxın, vergüllərin altında yazıram. 7 üstü 3, 10, 11, 1 yadda, 9, 10, 13, 1 yadda, 2, o da 1, 3. 33,1 3-ə böləndə onsuz da 10 eləmir. Bu variant getdi. Baxırıq B variantına. Deməli, 15,2 toplansın 12,6 toplansın 2,2. 0, 1 yadda, 4, 5, 9, 11 yadda, 3. Baxın, bunun ədədi ortası 10 eləyəcək, yəni B variantı. Ədədlərin artma sırasını göstərin. Baxın, mənfi 3 ilə mənim işim yoxdur. Mənfi 3-dür, biri 0-dır. Baxın, bu ədədi gəlin onluq kəsir formasında göstərək. 7-ni 2-yə bölündə 3,5 eləyir. Mənfi də qarşısında var, mənfi 3,5. Bu ədədi isə, baxın, açıq formada yazıram. Mənfi 3, 5-lər nə edir? Dövürlənir, dövürlənə gedir. Və 2,6. Deməli, indi başlayıram bunun artma sırasını yazmağa. Artma sırası azdan çoxa deməkdir. Buradakı ən az ədəd, baxın, bu ədəddir. Çünki bunun sonunda sıfırlar var idi. Amma bunun sonunda 5-lər var. Əslində normal müsbət ədədlərin müqayisəsini eləsəm, deyərəm ki, yox, mənfi 3 dövrdə 5, mənfi 3, üzr istəyirəm, 3 tam dövrdə 5, 3,5-dən nədir? Böyükdür. Amma
Mənfilərdə tam əksinə. Mənfi 3 tam dövrdə 5 kiçik olacaq. Yəni birinci bu ədəd gələcək. Mənfi 3 tam dövrdə 5 gələcək. Daha sonra bu ədəd gələcək. Mənfi 3 tam onda 5. Bu da indi oradakı kimi yazım. Mənfi 2 də 7. Daha sonra mənfi 3. Daha sonra 0. Sonra isə 2 tam onda 6. Bax, görək hansı variantdır? E variantı. Sonra 6-cı sualda azalma sırasını deyir. Bu dəfə çoxdan aza doğru gedəcəyik. Buradakı ən çox ədədimiz 2,6-dır. 2,6 ilə başlayanda bir dənə variantımız var. Yəni cavabımız olur D variantı. Geniş izah eləmirəm. Məncə 5-ci sualdan artıq başa düşdünüz. Vasif 6 gün ərzində hər gün məktəbə gedərkən yola sərf etdiyi zamanı ölçmüş və nəticəni cədvələ yazmışdır. Vasif məktəbə gedərkən yola orta hesabla nə qədər vaxt sərf etmişdir? Orta hesabla sərf olunan vaxt tapmaq üçün toplayırıq. Hər birini 28 toplansın 38 toplansın 27 toplansın 37 toplansın 25 toplansın 25 bölürük. Neçə gündür? 1, 2, 3, 4, 5, 6 gün. Bölürük 6-ya, yəni sayını. Yəni toplayaq bunları. Deməli 28, 38, 66, 66 o da 27, 93, 93 o da 37, 130, 130 o da 50, 180. Yəni 180-i bölürəm 6-ya, cavabımı da alıram 30. Yəni orta hesabla 30 dəqiqə vaxt sərf edib A variantı. Eyni qaydanı 8-ci sual üçün də keçərlidir. Artıq həllini yazmıram, şifahi formada hesablayaq. 40 və 42 eləyəcək 82. 82 toplansın 37 eləyəcək 119. 119 o da 38 eləyəcək 157. O da deməli 44-dən 33 də 77. Cavabımız elə 234 və bunu 6-ya böləndə də cavabımız 39 dəqiqə, yəni C variantı. 9-cu sual. 9-cu sual çox maraqlı sualdır. Çox da qəşəng sualdır. Deməli, həqiqətlər verilib bizə A, B və C həqiqətləri verilib və biz bu həqiqətlərin işarəsini bilmirik və bunların işarəsini özümüz təyin edirik. Amma bizim üçün bəzi ifadələr verilib. AC kubu kiçikdir 0-dan və ABC böyükdür 0-dan. İpucuları verilib bizim üçün bunların işarəsini təyin etmək üçün. Baxın. Bu kvadratdır, düzdür. Kvadrat onsuz da 0-dan nədir? Böyükdür də, düzdür. Onsuz da burada 0-dan böyükdür bu ifadə. Bu ifadə müsbətdir. Deməli, mən bu ifadəndə nə götürməliyəm? Müsbət götürməliyəm. Avtomatik buradan çıxır ki, A 0-dan böyükdür. Çünki A mənfi olsa bu ifadə mənfi olar. Mənfini də mən mənfiyə vurmalıyım və B kvadratı da heç bir zaman mənfi ola bilməz. A-nın 0-dan böyük olduğunu təyin elədim. Lakin bir dənə əmma var. Axı burada B mənfi də ola bilər, müsbət də ola bilər. Çünki mənfi ədədin də kvadratı mənə müsbət verir, müsbətin də kvadratı müsbət verir. Bunu da o birisini təyin eləyəcək. A 0-dan böyükdür. A-nın 0-dan böyük olması burada A müsbətdir. A müsbətdir. Amma bu ifadə nədir? 0-dan kiçikdir, mənfidir. Mənfidirsə deməli burada C nə olmalıdır? Mənfi olmalıdır da. C mənfi olmalıdır ki, mənfini müsbətə vuranda cavabı mənfi alınsın. Əks halda C-ni mən müsbət götürsəm, müsbəti müsbətə vuranda müsbət alınır. Bu da 0-dan böyükdür. Deməli C mənfidir. C-nin də işarəsini təyin elədim. Deməli A müsbətdir, C mənfidir. Müsbəti mənfiyə vuranda mənfi eləyir. Deməli B-ni də nə götürməliyəm? Mənfi götürməliyəm ki, mənfini mənfiyə vuranda müsbət alınsın ki, bu ifadə 0-dan böyük olsun. Yəni A müsbət, B mənfi, C mənfi. Yəni E variantı. 10-cu sual. Aşağıdakılardan hansı doğrudur? Deməli, A bərabər modul A-ya və yaxud da modul A bərabərdir A-ya. B də kiçikdir modul B-də. Modul B-dən onsuz da müsbətdir də, amma deyir B bundan kiçik. Deməli, B nədir? Mənfidir də. B mənfidir. Niyə B mənfidir? Çünki burada mənfi bir ədəd modulda olan bir ifadədən kiçik ola bilər. B-nin mənfi olduğunu təyin elədik. Əla. Modulda A-ya da bərabərdir. Deməli, A da nədir? Müsbətdir də. A-nın qiyməti müsbət ədəddir. Çünki A mənfi olsaydı burada mənfi modul, mənfi A formasında çıxardı. Amma müsbət A kimi çıxıb. İndi baxırıq bunlara.
Hansı doğrudur? Yazıb ki, AB hasili 0 ilə 1-in arasında yerləşir. Xeyr. AB hasili mənfi ədəddir. Bu olmaz. AB hasili 1-ə bərabərdir. Xeyr. AB hasili 1-dən böyükdür. Xeyr, mənfidir. AB hasili 0-dan böyükdür. Xeyr. AB hasili 0-dan kiçik bərabərdir. Bəli, bax bu doğrudur. Cavab E variantıdır. Bəs yaxşı, indi bir dənə sual çıxacaq meydana. Biz hardan bilirik ki, burada A 0-a bərabər ola bilər? Baxın, bu şərtdən bilirik. Çünki 0 bərabər modul 0. Eyni bir şeydir. Ona görə cavabımız olur E variantı. 11-ci sual. Üzərində işləyəcəm. Deməli, yəni ABC-nin işarələrini təyin etməliyik. Yazıb ki, A kubu C üstü 4 0-dan kiçikdir. 0-dan kiçikdirsə, C üstü 4, C üstü 4 onsuz da müsbətdir. Deməli, C ya mənfidir, ya müsbətdir. Deməli, A kubu mənfi olmalıdır da. Buradakı cavabımız mənfi alır. Deməli, A-nın işarəsi oldu mənfi. Burada A mənfidir. Mənfinin üstündə tək dərəcə olanda cavab mənfi alınır. Mən mənfinin bu mənfi olmalıdır ki, mənfiyə vuranda cavabım nə alınsın? Müsbət alınsın. Deməli, B-nin də işarəsini təyin elədik, mənfi. B də mənfidir. B mənfidir. Mənfinin üstündə 8 onsuz da cavabım müsbət alınacaq. Müsbət alınacaq. Amma burada 0-dan böyük olduğuna görə C üstü 7 üstü təkdir. Əgər tək dərəcədəndirsə, deməli mənim əsasım müsbət olmalıdır ki, üstündə tək də olsa cavabım müsbət alınsın. B mənfi idi, düzdür. Mənfi üstü 8 onsuz da müsbət verəcək bunun cavabı mənə. Müsbətdən müsbətə vuranda müsbət alınır. Deməli C-miz də müsbət imiş. A mənfi, B mənfi, C müsbət. Mənfi, mənfi, müsbət, B variantı. Daha sonra yazıb AB kvadratı 0-dan kiçikdir. AB kvadratı 0-dan kiçikdirsə, deməli burada B kvadratı onsuz da müsbətə doğru gedir. Deməli A burada nədir? Mənfidir. A-nın işarəsini təyin elədik. A mənfidir. A burada mənfidir. Düzdür. Gəlin bura bir dənə baxaq. Deməli burada mən AB-ni qarşıya çıxartsam, alınır B çıxılsın 1 böyükdür 0-dan. Baxın, A mənfidir, düzdür. A mənfidir. Burada mənfi, B-nin işarəsini bilmirəm nədir. Amma bir tərəfində mənə şərt verib ki, BC kiçikdir 0-dan. BC 0-dan kiçikdirsə, deməli burada ya B mənfidir, ya C mənfidir. Gəlin birinci B-nin mənfi olduğu hala baxaq. B əgər mənfi olsa, burada mənfini mənfiyə vuranda cavabım müsbət alınır. Amma mənfidən mənfini çıxanda cavab mənfi alındı. Mənfini müsbətə vuranda cavabım nə alınır? Mənfi olur. Ona görə mənfini də müsbətə vuranda mənfi və bu 0-dan böyük ifadəni almıram. Ona görə də mən nə edirəm? B-ni müsbət götürürəm. B-ni müsbət götürürəm. B-ni müsbət götürsəm, əgər müsbət ədəddən mənfini çıxanda, müsbət ədəddən 1-i çıxanda nə alınacaq? Müsbət alınacaq və onu da müsbətə vuranda cavabı müsbət edir. Yəni 0-dan böyükdür ifadəsini alıram. B müsbətsə, deməli C burada nədir? Mənfidir. Deməli, indi başlayırıq variantları yoxlamağa. Deməli, baxırıq birinci variantı, A variantında. Deməli, A variantında deyir ki, A toplansın C böyükdür 0-dan. Baxın, A topla A mənfidir, B isə C isə mənfidir. Mənfi ilə mənfini toplayanda heç vaxt 0-dan kiçik böyük olmaz axı, həmişə 0-dan kiçik. Deməli, bu doğru deyil. Sonra B variantına baxırıq. Deyir AC kiçikdir 0-dan. Heç mənfini mənfiyə vuranda müsbət alınır. Müsbət ədəddə 0-dan kiçik deyil. Deməli, B də deyil. B çıxılsına kiçikdir 0-dan. B müsbətdir. A isə mənfidir. Bu mənfiyə dəyib müsbət olacaq. Toplama da toplama ilə böyükdür 0-dan olmalıdır, amma burada kiçikdir yazılıb. Baxırıq D variantına. B çıxılsın C. B müsbətdir, C mənfidir. Bu C-nin mənfisi bu mənfiyə dəyib müsbət olacaq. Bəli, müsbətlə müsbətin cəmi böyükdür 0-dan, yəni D variantı. 13-cü sual. A kiçikdir mənfi 1 olduqda ədədlərindən ən böyüyünü tapın. Baxın, A mənfi 1, A kiçikdir mənfi 1-dən. A mənfi 1-dən kiçikdirsə, deməli A mənfi 2 ola bilər də ən
belə kiçik həqiqi ədəd kimi götürsəm, üzr istəyirəm, tam ədəd kimi götürsəm mənfi 2 ola bilər. Baxın. A oldu mənfi 2, düzdür? A kvadratı olacaq 4. A kubu olacaq mənfi 8. A üstü 4 olacaq müsbət 16. A üstü 5 olacaq mənfi 32. Ədədlərinin ən böyüyü hansı olacaq deməli? A üstü 4 olacaq. Əslində indi belə bir sual çıxır da. İndi normalda şagirdlərin hamısına verdiyi sualdır. Ay müəllim, A üstü 5 daha böyükdür. Ona görə də 5 üstü 5 olan daha böyük olacaq. Amma görürsüz elə deyil. Çünki biz dedik ki, əgər qüvvət üstü tək ədəddirsə, onda cavabımız mənfi alınır. Qüvvət üstü cüt ədəddirsə, cavabımız müsbət alınır. A üstü 5 mənfi 32-dir. Mənfi 32 16-dan kiçik olduğuna görə dərəcəyə artıq baxmırıq. Deməli, burada bizim ən böyük ədədimiz A üstü 4-dür. Yəni, E variantı. Ədədlərindən ən kiçiyini tapın. Burada isə qarşılarında mənfi var. Eyni şeydir. Sadəcə olaraq, baxın, burada mənfi 2 yox, onu qırmızı ilə göstərəcəm. Mənfi 2 yox, müsbət 2 olacaq. 4 yox, mənfi 4 olacaq. Mənfi 8 yox, 8 olacaq. 16 yox, mənfi 16 olacaq. Mənfi 32 yox, 32 olacaq. Və burada ən kiçiyimiz hansıdır? Ən kiçiyimiz yenə A üstü 4-dür, amma mənfi A üstü 4, yəni B variantı. Belə, baxırıq 15-ci suala. X və Y müsbət ədədlər arası ifadələrdən hansı ən kiçikdir? Baxın, X və Y müsbət ədədlərdir. Hər ikisi müsbətdir, hər ikisi sıfırdan böyükdür. Bu ifadəyə baxsaq, müsbətdir Y-də, bu da müsbətdir. Müsbətdən müsbətə çıxanda mənfi də alına bilər, müsbət də alına bilər. Çünki bu o şərt daxilində ola bilər. Tutam ki, Y X-dan böyük olsa müsbət alınır, Y X-dan kiçik olsa mənfi alınır. Və çıxanda bir qədər ifadənin qiyməti nə olacaq? Azalacaq. Ona görə A ifadəsi, B ifadəsi kiçik ola bilər, düzdür, mənfi ola bilər. Amma ən kiçiyi onda alınır. Ən kiçik ifadəni D variantında alacaq. X toplansın Y-də alacaq. Səbəbini sizə açıq formada izah edirəm. Yerinə ədəd qoymaqla. Tutalım ki, X-a bir 1 deyək, Y-ə bir 2 deyək. Baxın, birinci ifadəyə baxaq A variantına. 2-dən 1 çıxanda 1 eləyəcək mənfi 1. B variantında X çıxılsın Y. 1-dən 2 çıxanda mənfi 1, müsbət 1. C variantında mənfi 1. D variantında 3, mənfi 3. E variantında isə mənfi 2. Ən kiçik hansıdır? D variantı. Çünki cəm böyüdür, cəm böyüyür. Qarşısına bir mənfi atanda biz dedik ki, axı, müsbətlərin böyüyü mənfilərdən ən kiçik sayılır. Ona görə də cavab D variantı olur. X, Y mənfi ədədlər arası ifadələrdən hansının qiyməti ən böyükdür? Bax, yenə eyni şeydir. Hər ikisi mənfidir. Hər ikisi mənfidirsə yenə də cəm neyniyəcək? Böyüyəcək. Və qarşısında bir dənə mənfi var. O da dəyəcək mənfi, müsbət olacaq. Müsbətlərin də ən böyüyü böyük sayılır. Ona görə də D variantı. 17-ci sual. A sıfırdan kiçik olarsa bərabərsizliklərindən hansı doğrudur? Deməli, A sıfırdan kiçikdir. Burada A nədir? Bir mənfi ədəddir. Bu ifadəni sizin üçün belə yazıram. 3A toplansın B bölünsün B bərabər 2-yə. 3A bölünsün B toplansın B bölünsün B bərabər 2-yə. Bu mənə 1-i verir. 3A bölünsün B toplansın 1 bərabər 2-yə. 3A bölünsün B bərabər 1-ə. Burada A nədir? A mənfidir də, düzdür. Mənfi elə bil ki, nədirsə mənfidir. Amma cavabım nə olmalıdır? Müsbət olmalıdır. Deməli, B nə olmalıdır? Mənfi olmalıdır. A da mənfidir. İndi baxırıq. Deyir, A da B də 0 hər ikisindən kiçikdir. Yanlışdır, 0 bunların hər ikisindən böyükdür. A kiçikdir B-dən, B də kiçikdir 0-dan. B variantın sizin üçün saxlayıram, çünki 0-dan kiçiyi yoxlayacağıq hələ. A kiçikdir, 0 kiçikdir, B yanlışdır. Burada deməli hər ikisi 0-dan kiçikdir.
B kiçikdir A kiçikdir 0. Bunu da saxlayıram. A ilə B-nin işarəsini təyin edəcəyik. 0 kiçikdir. Bu da yanlış. Deməli, baxırıq B-nə. Görək hələ A neçə ola bilər, B neçə ola bilər. Deməli, 3A bölünsün B-də, düzdür? Bunun 1-ə bərabər olması üçün B daha kiçik olmalıdır, düzdür? B biraz, hələ müsbətindən danışıram. B biraz kiçik ədəd olsa, surətin məxrəcə bölünəndə cavabın 1 alına bilər və yaxud da bir-birinə bərabər olmalıdır. Deməli, onda əgər B-nin A-dan kiçik halına baxıramsa, onda cavabımız olacaq D variantı. Yəni, B kiçikdir A-dan, o da kiçikdir 0-dan, yəni D variantı. Bərabərlikdən hansı doğrudur? Yenə eyni qayda ilə yazıram. B bölünsün C toplansın 2 bərabərdir 4. Daha açıqlamıram. Çünki burada C-lər ixtisar gedəcəkdir. B bölünsün C bərabərdir 2-yə. C-nin işarəsi nədir? Mənfidir. Deməli, B də nə olmalıdır? Mənfi olmalıdır. B-nin işarəsini təyin elədik ki, mənfidir. C də mənfidir. Amma 2 alınmalıdır, düzdür? Deməli, B C-dən nə olmalıdır? Böyük olmalıdır. Onda deməli B C-dən kiçik olmalıdır, üzr istəyirəm. B kiçikdir C-dən, o da kiçikdir 0-dan, yəni C variantı. On 9-da yenə açıq formada yazsaq, A deyir B-dən böyükdür. B də 0-dan böyükdür. Deməli, bunlar müsbət ədədlərdir. A da müsbətdir, B də müsbətdir. Müsbət. Deməli, C-də nə olacaq? Müsbət olacaq. C də müsbət olacaq. Deyir, C böyükdür 2-dən. Bunun böyük olduğunu yoxlamaq üçün gəlin nümunə üçün bir ədəd verək yerinə. A, B-dən böyükdürsə, A-ya bir 2 deyək, B-yə bir 1 deyək. Deməli, 2 toplansın, 1 bölünsün, 1 eləyəcək 3. Yəni, cavabımız 3 alındı. Bu deməkdir ki, burada da deyir ki, C-miz 3 oldu da onda. Baxın, elə A variantı deyir ki, C böyükdür 2-dən. Yəni, 3 2-dən həqiqətən böyükdür, ona görə cavab A variantı. Qrafikdə oktyabrın ilk 7 günündə Bakı şəhərinin temperaturunun göstəriciləri verilmişdir. Həmin günlər üçün şəhərin orta temperaturunu hesablayın. Aha, hər bir gün üçün temperaturu çıxardaq əvvəlcə. Məsələn, birinci gün üçün, baxın, temperatur 23 dərəcədir. İkinci gün üçün də yenə 23 dərəcədir. Üçüncü gün üçün artıq 18-ə düşüb. Dördüncü gün üçün qalxıb yenə 21-ə. Beşinci gün üçün 20 dərəcə. Altıncı gün üçün 16 dərəcə. Yedinci gün üçün isə 19 dərəcədir. Ortanı tapacaq, toplayacaq, böləcək say 7-yə. Yəni 46. Deməli, 46 o da 18. 64 o da 41, 64 o da 41, 105 o da 35 eləyəcək 140. 140-ı da 7-yə böləndə 20 dərəcə Selsi. A müsbət, B mənfi ədəddirsə ifadələrdən hansı ən böyük olar? Deməli, A-mız müsbətdir, B-miz isə mənfi ədəddir. Deməli, baxaq. Müsbət ədəddən mənfi ədədi çıxanda təbii ki, bu cavab müsbət olacaq. Çünki mənfiyə deyəcək müsbət olacaq. Müsbəti də 3-ə bölünməsində müsbət ədəd alınacaq. Elə məncə A variantı olacaq. Amma sizin üçün yəni də B-ni yoxlayıram. Baxın, burada mənfiyə bölmə var, cavab mənfi alınacaq. Burada mənfidən mənfin çıxan cavab mənfi olur burada. Yenə burada da mənfi var yuxarıda. Burada da mənfini müsbətə vuranda mənfi edir. Cavab olur A variantı. M müsbət, M mənfidirsə, deməli, M-imiz müsbət, N-imiz mənfidirsə, hansının qiyməti ən kiçik? Deməli, mənə mənfi ədəd lazımdır. Baxın, M-dən N-i çıxanda burada N-in mənfisi ilə bu mənfi dəyəcək, müsbət olacaq. Bu olmaz. Sonra, baxın, yenə bax, burada M çıxılsın, M var. Bu da müsbətdir, bu da olmaz. Burada yenə M çıxılsın, M var, bu da olmaz. Burada M-in hasili mənfi ədəddir. Bir də burada n çıxılsın m bölünsün 2 var. Bax, burada 2-yə böləndə qiymət bir qədər kiçiləcək. Mənfilərdə də kiçik böyük olur. Axı, məndən isə ən kiçiyi soruşur. Ən kiçiyi olacaq E variantı. Yox, üzr istəyirəm, qiymətin ən kiçiyini soruşur. Burada n-dan m-nı çıxanda, axı bu da müsbətdir. Mənfidən bu bir qədər böyüyəcək. Böyüyü onsuz da 2-yə böləndə cavabımız kiçiyi alınacaq. Yəni B variantı.
Və yaxud da siz ədəd yerinə qoyub da yoxlaya bilərik ki, məsələn, tutalım ki, m-ə bir 4 deyək, n-ə -2 desək, n çıxılsınmı, -2 çıxılsın 4, -6, -6-nı 2-yə böləndə -3. Tutaq ki, bunun cavabı -3 eləyirsə, 4-ü -2-yə vuranda -8 eləyir. Ona görə də cavabımız -8-dir, -3-dən nədir? Kiçikdir. E variantı olur da. Deməli, n mənfidir, m isə müsbətdir. Tutalım ki, 4 çıxılsın, -2 çıxılsın 4 eləyir -6. -6-nı 2-yə böləndə -3 eləyir. Bu böyükdür. M-in isə -8-dir. Aşklar E variantıdır burada. Ola bilsin ki, cavab kartında səhvlik var. A, B və C ədədlərin ədədi ortası 16-ya, D və Y ədədlərin ədədi ortası 11-ə bərabərdir. Deməli, bu tipli suallarda A toplama, B toplama, C ədədi orta tapanda sayına bölürük 16-dır. Buradan A toplansın, B toplansın, C 48-ə bərabərdir. D toplansın, E-nin ədədi ortası isə 11-dir. Yəni D toplansın, E-ni 22-yə bərabərdir. A, B, C, D ədədlərin ədədi ortasını tapmaq üçün əvvəlcə cəmlərini tapmalıyam. 48 toplansın 22. Sayları da 3 burada, 2 burada 5-ə bölməliyəm. Yəni 6, üzr istəyirəm, 70 bölünsün 2 eləyəcək 14, yəni E variantı. Sonra 24-cü sualdır, yəni oxşar sualdır. A və B ədədlərinin ədədi ortası 8-dir. Buradan alıram ki, A toplansın, B cəmim 16-dır. C, D və Y ədədlərinin ədədi ortası isə 28-dir. Buradan alıram ki, C toplansın, D toplansın, Y isə 76-ya bərabərdir. Üzr istəyirəm, 74-ə bərabərdir. 8, 24, 2, 2, 6, 84. Hamısının ədədi ortasını istəyirsə 16-nın üstünə 84 gəlib sayları 5-dir, 5-ə bölməliyəm. Eləyəcək deməli 100, 100-də 5-ə böləndə 20. 25. N bərabər A toplansın B, N bərabər B toplansın C, K bərabər A toplansın C ədədlərinin ədədi ortası 100 olarsa A, B, C ədədlərinin ədədi ortasını tapın. Deməli, M toplansın, N toplansın, K bölünsün 3-ün ədədi ortası 100-dür. Yəni, buradan alıram ki, M toplansın, N toplansın, K 300-ə bərabərdir. Həmçinin M-in yerinə A toplansın, B yazıram, N-in yerinə B toplansın, C yazıram, K-nın yerinə isə A toplansın, C yazıram. Deməli, 2A toplansın, 2B toplansın, 2C bərabərdir 300-ə. Buradan A toplansın, B toplansın, C-dən 2-ni çıxardıram, nötrəzə qarşısına bərabər 300-ə. A toplansın, B toplansın, C bərabərdir 150-yə. 150 cəmimizdir. Saylarımız 3 dənədir. Ədədi ortanı tapanda cəmi saya bölürük. Cavabımız deyilir 50, yəni E variantı. 26-cı sual. Yarışın 11 iştirakçısından 2 nəfəri 50 xal, 50 xal, 50 xal, 4 nəfəri 80 xal, 80, 80, 80, 80, 5 nəfəri 100 xal toplayıb. 100, 100, 100, 100, 100. Bu nəticələr saçdakı münasibətlərdən hansı doğrudur? Deməli, moda 100-dür. Moda 100-dür. Median. Median. 1, 2, 3, 11 dənə də düzdür. 1, 2, 3, 4, 5 getdi. 1, 2, 3, 4, 5 getdi. Medianımız 80-dir. Ədədi orta isə deməli 100 bu, 320 bu, 500 bu. Deməli 600, o da 320, 920. Deməli 920-ni də 11-ə böləndə təqribən 83. İndi kiçikdirlə yazsaq, ən kiçiyi burada ədədi ortadır. Ədədi orta kiçikdir. Üzr istəyirəm, mediandır. Median kiçikdir ədədi ortadan. Ədədi ortada kiçikdir modadan, yəni A variantı. Yenə bayaqki sualdandır. Orta temperaturu istəyir. Birinci gün
25 dərəcə olub, ikinci gün 21 dərəcə olub, üçüncü gün 23 dərəcə olub, dördüncü günü 26 dərəcə, beşinci gündə 26 dərəcə, altıncı günü 27 dərəcə, 7-ci günü 27 dərəcə. Deməli 46, 49, sonra 26, toplama 49, toplama 46, toplama 54. 175 və bunu da 7-yə böləndə 25 dərəcə Selsi, yəni A variantı. Ədədlərini müqayisə edin. Maraqlı sualdır. C9,4-də bu məlumdur. Bu kökdə 89, kökdə 89-dan təqribən 8 tam neçəsə çıxır. Çünki 9-un kökü 81-də, üzr istəyirəm, 9 tam neçəsə çıxır. İndi onun dəqiqini təyin eləmək üçün deməli, kökdə 89, 9,5-in məsələn kökü 28. 9,5-in kökünə, kvadratına baxsaq, deməli 81 tam 25 90. 90 tam %25 eləyir, düzdür? 90 tam %25 89-da nədir kiçik? Deməli 9,5-dən kiçik ədəddir. Kökdə 89. 9,4-ün kvadratı, 9,4-ün kvadratı təqribən 88 tam %36-dır. Deməli 9,4-dən də bir qədər böyükdür. Bir sözlə B C-dən böyükdür. B C-dən böyükdür. Bunu təyin elədik. İndi keçirik A-nın təyinatına. 3 kökdə 2, 3 kökdə 2 bərabər. 3 üçün 9, 9 2-nin 18, kökdə 18. 3 kökdə 3, kök altında. 3 üçün 9, 9 üçün 27 eləyir. Kökdə 18-dən təqribən 4 tam neçəsə çıxır. Kökdə 27-dən təqribən 5 tam neçəsə çıxır. Bunların cəmi 9 tam neçəsini verir bizə. İndi sual meydana çıxır ki, 9 tam neçəsidən, yəni 9,4-dən böyük bir ədəd alına bilərmi? Baxın, 4 tam kökdə 18-dən əvvəl kökdə 16 gəlirdi. Düzdür, kökdə 16 kökdə 18-də daha yaxın. Deməli 4 tam onda 2 falan bu olur. 5 tam onda 3 də təqribən bunu götürək. Görək ki 9 tam onda 5 edir. Deməli böyük yanı. Deməli bunların içərisində ən böyüyü A-dır. A böyükdür B-dən, B də böyükdür C-dən. Yəni D variantı. Sonra 29-cu sual. C-yə baxaq bir dənə. 3-cü dərəcədən kökdə 3-dür də, bu düzdür. 3-cü dərəcədən kökdə 3-dən təqribən 1,4 çıxa bilər. 1,4 C də bərabərdir. 1,4-ü vuraq 4-ə. Təqribi qoy, bərabərlik qoyum. Təqribən olur 5,6. Təqribidir bu. 5,6. 6-cı dərəcədən kökdə 5-dən isə 5-in 6-cı dərəcəsindən isə təqribən 1,3 çıxa bilər. Deməli B təqribən 4 vurulsun 1,3-dür. Bu da təqribi bərabərdir 5,2. Bu deməkdir ki, biz təyin elədik ki, C B-dən böyükdür. C B-dən böyükdür. Əslində burada işarə ilə çıxmaları göstərib. Biz işarə təyin eləyirdik. Tamam. Belə eləyirəm. Dərəcələri gəlin bərabərləşdirək. A-nı belə yazıram. 3-cü dərəcədən kökdə 5 toplansın 3 bərabər. 6-cı dərəcədən kökdə bunu kvarta yüksəldirəm. 25 toplansın 3 bu olur. B bərabər 4, 6-cı dərəcədən kökdə 5 bu qalır. C bərabərdir 4, 6-cı dərəcədən kökdə 9. Çünki üstündə 3 idi, 6-cı dərəcə gəlmək üçün kvadrata vurmalıyam. Bunu da kvarta yüksəldirəm. Eləyir 9. A çıxılsın B.
Deməli, 6-cı dərəcədən kökdə 25 toplansın, 3 çıxılsın, 4, 6-cı dərəcədən kökdə 5. Bunun cavabı təbii ki, mənfi alınacaq. Çünki bunun qarşısında 1 var, bunun qarşısında 4 var. Müsbət böyükdən, kiçikdən böyüyə çıxanda mənfi alınacaq. Deməli, 1 doğrudur. İkinci, A çıxılsın B böyükdür 0-dan. Xeyr, bunu kiçikdir 0-dan götürdük. A çıxılsın C böyükdür 0-dan. Deməli, 6-cı dərəcədən kökdə 25 toplansın, 3 çıxılsın, 4, 6-cı dərəcədən kökdə 9. Bu kiçikdir 0-dan, böyük deyil. Çünki yenə dediyim kimi 4 böyükdür, amma qarşısında mənfi var. B çıxılsın C kiçikdir 0-dan. B hanı 4, 6-cı dərəcədən kökdə 5, çıxılsın C 4, 6-cı dərəcədən kökdə 9, bəli, 0-dan kiçikdir. Çünki kökdə 5, kökdə 9-dan nədir? Kiçikdir. B çıxılsın C böyükdür 0-dan, xeyr, kiçikdir 0-dan olur, E variantı. N ədədin ədədi ortası 0,6-ya, M ədədin ədədi ortası 1-ə, N plus M ədədinin ortası 0,176-ya bərabər olarsa, N toplansın, M-in kiçik qiymət tapın. N dənə ədədin ədədi ortası 0,6. Tutalım ki, N dənə ədədin cəmi olsun X. M ədədin cəmi olsun Y. Yəni, X bölünsün N bərabər 0,6-dır. X bərabər 0,6 N-ə. Y bölünsün M isə 1-dir. Yəni, Y bərabərdir M-ə. N plus M sayda. N plus M sayda ədədin ədədi ortası isə. Yəni, X toplansın, Y bölünsün, N toplansın, M ədədin 0,76-dır. X-lə Y-nin qiymətlərini bilirəm. 0,6 toplansın M bərabər 0,76 N toplansın 0,76 M. 0,16 N'dir bu. Deməli, M-dən 0,76 çıxanı, yəni bu 1 çıxılsın 0,76 deməkdir də. 0,24 M bərabərdir. 0,76-dan da çıxaq 0,6-nı. 0,16 N. Vergülləri ixtisar aparıram. 24 M bərabərdir 16 N-ə. Bunlar hər tərəfi 8-ə ixtisar aparıram. 3 M bərabərdir 2 N-ə. Buradan tapıram ki, M 2 ilə mütənasibdir. N isə 3 ilə mütənasibdir. N toplansın M-də kiçik qiyməti 2 toplansın 3 də 5 verir mənə. Yəni, cavabımız 5, B variantı. 31-ci sual. 15 ədədinin ədədi ortası 7,2-yə bərabərdir. Bu ədədlərin cəminin altta bir hissəsi. 15 dənə ədədin cəmini X-lə işarə eləyirəm. Sayına böləndə 7,2-yə bərabərdir. Buradan cəmi tapanda 7,2-ni vururam 15-ə. 15-i vuraq 7,2-yə. 108. Yəni, X bərabərdir 108. Cəmimiz 108-dir. 108-in 6-da bir hissəsini tapanda isə 108-lə 6 ixtisar getsə, deməli, bir dəfə 1 6-nın 6, 48, 8, 18. Deməli, 32 də yəni oxşar sualdır. 20 dənə ədədin cəmini X-lə işarə eləyirəm. Sayına bölürəm və ədəd orta 84-dür. Buradan tapıram ki, X 168-dir. 168-in də 8-də bir hissəsini istəyir. Bu da 21-dir. 33-cü sual. 4 ədədin ədədi ortası 16-ya bərabərdir. 4 ədədin cəmini X-lə işarə eləyirəm. X-in 4-ə bölünməsinin ədədi orta 16-dır. X bərabər 64-dür. Yəni, cəmimiz 64-dür. Bu ədədləri yeni bir ədəd əlavə etdi. Yeni əlavə olunan ədədi A ilə işarə eləyirəm. Yəni, X toplansın A bölünsün. Artıq 5 dənə ədəd oldu. Və ədədi ortamız 14-dür. Yəni, X toplansın A bərabər 70-ə. X-i bilirəm 64-dür. 64 toplansın A bərabər 70. Buradan tapıram ki, A bərabərdir 6-ya. 34-cü sualdır. Yəni, oxşar sualdır. 6 ədədin ədədi ortası. 6 ədədin cəmini X-lə işarə edirəm. Sayına böləndə ədədi orta 14-dür. X-i tapıram ki, 84-dür. Ədədlərin birini çıxdıqda artıq bu X-dan bir dənə A ədədini çıxıram. Say 6 dənə idi, oldu 5 dənə. Çünki birini çıxdım və ədədi orta 12 oldu.
X çıxılsına bərabərdir 60. X 84. 84 çıxılsına bərabər 60, A da bərabərdir 24-ə. Beləliklə bir videomuzun da sonuna gəldik, çatdıq. Əgər bura qədər dinlədinizsə, hər birinizə təşəkkür edirəm. Kanala yenidən abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın. Hər birinizə xoş izləmələr və xoş dinləmələr arzu edirəm. Çox sağ olun, gəlin görüşlərədək.